Həqiqətin meyarı bir şey, bu da Allahdır. Ünsiyyətdə, yəni dinləməyimizdə bizim səhvə yol verdiyimiz məqamlardan biri də insanların özlərini həqiqətin meyarı kimi göstərmələridir. İnsanın özünü hər şeyin doğruluq meyarı kimi təqdim eləməsi, onun dinləməsinə də, onun danışmasına da mane olan ən böyük xətalardan və yanlışlardan biridir. Həqiqətin meyarı bir şeydir, bu da Allahdır. Və bütün məsələlər, mövzular, hərəkətlər, feillər, danışıqlar, düşüncələr o meyar əsasında yanlış və ya səhv ola bilər. Amma hər bir insanın yanlış düşüncəsi və doğru düşüncəsi ola bilər. Yanlış davranışı, doğru davranışı ola bilər. Və çox zaman bizim yanlışlarımız və yaxud da doğrularımız subyektiv olur, özümüzə görə, öz düşüncələrimizə əsasən olur. Və insan əgər hər şeydə öz düşüncəsini, feilini, rəftarını, yaşam tərzini həqiqətin meyarı qərar verərsə, bu zaman artıq insan ünsiyyət qura bilməz, münasibət qura bilməz və münasibətlərin, ünsiyyətin ən mühüm sütunlarından birisi dinləmək qabiliyyətinin olmasıdır. İnsan qarşı tərəfi daha səmimana bir şəkildə dinləyə bilməz. Buna görə dinləmə məsələsində insan bu ehtimalı verməlidir ki, qarşı tərəfin dediklərində haqq olan tərəflər də ola bilər. Ki, o haqq olan və düzgün olan tərəfləri anlamağım üçün, başa düşməyim üçün onu daha səmimi olaraq, daha önyarğısız olaraq və daha açıq bir zehinlə dinləməyə çalışım ki, orada olan həqiqətləri eşidim, anlayım və ona uyğun da müzakirəmizi, mübahisəmizi həll edə bilək qarşı tərəflə.